Herkes salamlayıram. Bu dəfə yazacağımız integral Lewis-dən 1752-ci inteqralın həll olacaq. İnteqralımız bu formadadır. Nömrə 1752 integral tangens kub x tangens kub x dx bərabər. Verilmiş bu integralı həll eləmək üçün tangens kub x yazaram. Sinus kub x bölünsün kosinus kub x şəklində. Bu da bərabərdir integral. Sinus kub x isə yazaram. Sinus kvadrat x vurulsun sinus x şəklində, məxərcə də yazaram kosinus kub x dx bərabərdir. Yenə sinus kvadrat x-i mən yazaram 1 minus kosinus kvadrat x şəklində və sinus x isə diferensial şərəsi altına salaram. Nəyin törəməsi sinus x edir? Deyirik. Mənfi kosinus x-in törəməsi, mənfisin də integral şərəsi fəaliyyətində nəzərə alınır. Mənfiyyət olduğu kimi saxlayalım. Kosinus kub x bərabərdir. Bundan sonra 1 minus kosinus kvadrat x bölünsün kosinus kub x-i ayrı-ayrı integralların fərqi şəklində göstərərəm. Olar mənfi integral 1 bölünsün kosinus kub x kosinus x minus yazmalıyam. İntegral işarəsi qarşısında da mənfi olduğu üçün mənfini mənfiyə vuranda olacaq plus integral kosinus kvadrat x bölünsün kosinus kub x d kosinus x. Bu da bərabərdir. Bundan sonra ikinci integralda biraz sadələşdirmə apararam. Onda mənim integrallarımlar d kosinus x bölünsün kosinus kub x üstə gəlirsin integral kosinus kvadrat x bölünsün kosinus kub x isə yazaram 1 bölünsün kosinus x şəklində d kosinus x. Bu da bərabərdir. Bundan sonra əgər mən kosinus x bərabərdir bir t əvəzləməsi aparsam və bu əvəzləməni bu iki integralda nəzərə alsam, onda mənim integrallarım olan mənfi integral kosinus x-dan yenə t yazacam, olacaq dt bölünsün t kub plus integral dt bölünsün t. Bu da bərabərdir. Nəyin törəməsincə 1 bölünsün, mənfi 1 bölünsün t kub verir. 22, 1 bölünsün 2t'nin kvadratının törəməsi üstə gəlirsin. Nəyin törəməsi bizə 1 bölü t verir? 22 modunda t'nin törəməsi. Plus s. Bu da bərabərdir. Bundan sonra kosinus x bərabərdir t əvəzləməsi cavabda nəzərə alsaq, onda bizim integralımızın cavabı olacaq
1 bölünsün 2 kosinus kvadrat x plus ln modulda kosinus x plus c şəklində.